Xiaomi avtomobil sənayesindəki iddiasını yeni bir zirvəyə qaldırdı. Qarşınızda Xiaomi U7 GT. Bu avtomobil sadəcə elektrikli bir SUV deyil. O hiperkar sürətini, lüks interyeri və qabaqcıl mühəndislik həllərini özündə birləşdirən Gran Turismo konsepsiyasıdır. Avtomobilin texniki göstəriciləri onun hədəfini açıq şəkildə bəyan edir. Yeni nəsil Hyperengine V8 Evo mühərriki ilə U7 GT 990 at gücü hasil edir. Bu güc avtomobili 2.92 saniyədə 0-dan 100 km-ə çatdırır. Maksimal sürəti 300 km/saatdır. Lakin əsas məqam sürət deyil, idarə etmədir. Xiaolong Chassis Master Edition sistemi, 2 klapanlı CDC amortizatorlar və qapalı 2 kameralı hava yayları sayəsində avtomobil Nürburgring Nordschleife trassında 7 dəqiqə 22755 saniyəlik rekord vuraraq dünyanın ən sürətli seriya istehsalı olan SUV adını qazandı. Performansın arxasında 101,7 kWh tutumlu NMC batareya və 897 voltluq yüksək gərginlikli platforma dayanır. Bu sistem 15 dəqiqəlik şarjla 570 km-ə qədər məsafə qət etməyə imkan verir. Tam dolu halda isə CLTC standartı üzrə 705 km-lik məsafə təmin edir. Aerodinamik effektivlik üçün gövdə üzərində 10 hava kanalı və 19 ventilyasiya dəliyi yerləşdirilib. Aktiv spoiler və real radiator barmaqlıqları isə hər bir şəraitdə hava müqavimətini minimuma endirmək üçün dinamik olaraq tənzimlənir. 100 km/saat sürətdə 32,9 metrlik dayanma məsafəsi nəhəng karbon keramik disklər və Akebono əyləc sistemi sayəsində təmin olunur. U7 GT-nin içi tamamilə başqa dünyadır. 2,3 kvadrat metr sahəni əhatə edən Alcantara üzlüklər aktiv səs-küyün ləğvi sistemi ilə dəstəklənən 25 dinamikli Dolby Atmos səs sistemi və 4 oturacaq üçün nəzərdə tutulmuş masaj funksiyası. Hətta panoramik tavan belə ağıllı qaralma texnologiyası 99,85% işıq süzmə qabiliyyətinə malikdir. Bu nəhəng SUV-un uzunluğu 5015 mm, eni 2007 mm və hündürlüyü 1597 mm-dir. Təkər bazası isə 3000 mm-dir. Çin bazarında 389.900 yuan, təxmini $58.000 başlayan qiymətlərlə təqdim olunan U7 GT, Audi RS Q8 və Porsche Cayenne Turbo GT kimi rəqiblərinin meydan oxuyur. Xiaomi bu avtomobili ilə yeni texnoloji bir cihaz deyil, sürücülük həzzini sevən elit bir auditoriya üçün yeni bir standart təyin edir. Sizin fikrinizcə bu texniki göstəricilər bu dizaynla elektrikli SUV-lar arasında bu modeldə görəcəyi yoxsa yox? Fikirlərinizi şərhlər hissəsində paylaşa bilərsiniz.